gündür atam gəldi işdən. İndi ondan gedirik Çin restoranına. Instagrama da video çəkəcəm, onu da izləyirsiniz inşallah. Amma hazırda YouTube'a da video çəkirəm Çin restoranına getməyimizi. Salam. Görək nə yeyəcəyik, dadları necə olacaq, hamısını görəcəm. Ama güzel yaxşıdır. İçəm səndən belə nazı. Diyan fotoğraf, diyan. Bu kişi vlogger olmalıydı özüm elimden. Kanlarımda. Ben kanımda var. Vlogger. Qanında var. Ne var? Tutup telefonu bir yaxdan o qədər çəkir. İnansız mən o qədər yəni video çəkmişəm, eləmişəm, anksiyete tutur. Sədəmə anksiyete tutur. Səmat Fırğın bağın qabağında. İndi biz Great Wall House-a gedirik. O Çin restoranıdır. Gedək görəm, mən birinci səfər Çin restoranına gedəcəm. Neçə vaxtdan bəri istəyirdim həqiqətən. Qismət bu gün Çox gözəl qismət bu gün neymiş? Bəli. Danışmaq istəyirəm, danış. Yox. Mən şeytanam. Bunlar nədir? Sən də bax, mən də baxım da. Evet, gəldik, oturduq Çin restoranına deyək. Görək, menyuya baxacağıq. Belə menyu gətirdilər. Geçək görsənir. Sizə menyu qiymətlərində falan yeməkləri göstərin. Böyle. Şey var ya, böyle güzel kimi değil. Türkçe xəncər olur bunlarda. Xəncər deyil, amma böyle güzel kimi. Ya bunlar Tanımıram, bilməm amma. Həqiqətən interyeri çox qəşəngdir. Yəni özümü belə Çində kimi hiss edirəm və yenidən Çin dili öyrənmək istəyirəm. Bir ara öyrənirdim, sonradan dayandırdım da Korey dil dərslərinə görə. Amma çox qəşəngdir. Həqiqətən belə Çinlərlə danışmaq etmək falan çox maraqlıdır. O Çin filmlərində görmüşsünüz belə Fıran masa ondandır. Yemək sifariş elədik. Birincisi dumplinglər, ondan sonra noodles idi. Bir də ki, ad yadımdan çıxdı. Fuju göbələyin salatı var. Onu yeyəcəyik, görək dadı necə olacaq. Birinci səfər için yemək yiyəcəm. Ona görə çox merak ediyorum. Görək necə olacaq. Seçəndə də bax YouTube'a nədən əl istəyirsən? YouTube'da elə çox takipçim yoxdur. Hərdəsə belə 3000 var. YouTube kanalına eşq olsun. Bizi dinləyən dinləyicilərə minnətdarlığımızı bildirirəm. Çox sağ olsunlar. Gözəl sözlərinə görə. Buranın aurası ayrı, fərqli bir yer. Aynı bunlar isə çəkim göstərir. Ondadır. Sən elə bir zətlərdə yolmuşsun ki, yer adi fərqli. Onlar atay öz deylə evdə hazırlayır. Birinci yeməyimiz. Bu da ikinci. Sən üç deyəndə. Ben de hazır. Dadına baxar. Böyle bak şunu izle. Bunlar. Qəşəng. Bunlar Allah. Yaşa. Ne için bunlar az? Çöşenmirler de yani. Səncə bu göbələyin dadı nətər idi? Yaşa. Ədəbiyyatı çox vurublar. Fərqlidir. Böyle yandır adamlar, acıdır. Ama maraqlı bir şeydir yaxşı. Amma çox dadlıdır məncə. Şeydir. Amma noodles belə gətirmişlər qabda. Bu qab demək olmaz. O önemli ki birbaşa lapatka sapıdır. Nə idi? Nədir bu lapatkanın altında? Həqiqətən çox xoş idi. Doğrudan forması, qabın forması lapatkadır. Ne lapatkadır? Eynən. Amma noodle'da şey xoşlamadım. Çox yağlı. Yağlıdır. Yağlıdır. Yağı çox idi. Bunlar fərqli yeməkləri olur. Amma bu göbələk. Yeməlidir, qəşəng. Göbələk mənə bildirdim. Bir də belə dumplingimiz var. Bizim gürzəmiz oxşuyur. Çox qəşəng. Mən yeməkləri çox sevdim həqiqətən. Qəşəng, yox, normaldır. Çünki nəzərəm, mən yemirəm, yaxşıdır. Onludur, bəs doymuşam, mən çox yemirəm, qəşəng. Bəs mənə qoymam. Oyla. Yiyib bunların kim yiyəcək bu boyda qalacaqam? Sən mənə baxma, sən xoş deyilsən belə şeylərə. Çoxdan arzusunda olan bu Çinlərin restoranına Nəzirə xanım gəlmə arzusunda olubdur. Nəhayət bu günə təsadüf elədim. İşdən gəldim, bir data gedək dedim, gedək, yox bir gedək. Hər gün gedək, vaxt tapmaq olmur. Bizim dilini də bilirlər maşallah. Və biz özümüz də maşallah bütün dilləri bilirik, problem yoxdur. Çin dilində siz öyrənin. Sisiyə. Sisiyə. Sisiyə təşəkkür ederim. Bir damcıdır. Bizim dili bilirlər yavaş olur. Maraqlı deyil bunlar. Bir də belə soya sosu gətirmişdilər. Mal ətidir ama. Hə, malda. Qoca gəlmədi. Yaxın yox. Ətlər dadlıdır. Oradan dadlıdır ətləri. Qəşəngdir. Superdir. 3 dənəsilə doyursan, bu normaldır. Mən özüm də doydum. Çox xoşbəxtəm, nəsən? Sən xoşbəxtdir qızım. Verim sədəmindən? Yox, mən göbələyəcəm. Sən göbələyi göy qabağına ye. Şu buxarımızdan istifadə eləmədim mən. Dədə baba qaydasını yedim. Makaronları nəsə vurublar. Yağ, soğansa dadlı, fərqlidir. Lapasdan getirib qabağa. İndi bizim gözəl istəyicilərimiz hamısı baxacaq.
həvəslənəcək. Yorumda görüşək. Bizim ünvana ürəyindən qıra təşəkkürlərimi bildirəcəklər. Hər birinə ayrı-ayrılıqda buradan mən öz minnətdarlığımı bildirirəm. Əzizə çəkirlər, baxırlar, tıklayırlar deyirsiniz. Nə deyirsin? Baxırlar, bəyənirlər, abunə olurlar. Allah hər birini qorusun, Xatabala Mərdim Azadan qorusun. Doydun nədən? Hı? Doydun. Buna bana olacaq, laptoplar deyil. Muzlu. Saymayım. Kapatsam. Lezzet değil. Değil mi? Ora baxma, amma bir də məni çəkərsən ha. Mən sənə güvənəm, Musa patikaya girişmişəm. Mən bilməm, məni heç kim görmür. İşdən gəlmiş adam. Lapatkan özün yemək ola. Hangi lapatka? Bir de o tengel götürebilirim, tengel götür. Lapatkadır. Bunun hamısını yedin mi lapatkanı? Mən doydum nəzərə. Basayla anama çəkməmsən. Yox, çəkməmsən. Mən güvənəm, çəkməmsən. Doydum, ürəklə yedim. Ben çəkəndə mən yaxşı rahat yemirəm, tanırım. Yiyen adam biraz ehtiyat ediyor ki, baxarlar. Allah var eləsin, hər zaman süfrəmiz bir açıq olsun. Amin. Gözəl gündən nəsib eləsin hər birimizə, inşallah. Doyduğumuz zaman. Yaşın normaldır. Süper. Yaşar. Yaşar zakazı lazım mı gətirsin? Yox, bəs də doydum. Belə videomuz bura qədər idi. Ümid edirəm bəyəndiniz. Bəyəndinizsə kanalıma abunə olub, səhifəmə dəstək olmaq unutmayın. Atam da burada. Mən də sizin hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Bəyənməyi unutmayın. Unutmaram ki, takipçilərimizin sayı artıq olacaq. Minnətdaram. Təbii ki. Təbii ki, artacaq, artacaq. Belə oldu. Sağ olun. Goodbye till next meet söyləyəcəm my friends. Nəzərin bu kanalları çıxarmada YouTube, Instagram, daha ölmüşük da. Çox qəşəng idi. Həqiqətən mən Möhtəşəm. çox sevdim. Dəhşəti sevdim. Yəni yenə gələr miyəm? Gələrəm. Qəşəngdir, gözəldir, məmnun qaldıq. Evet, çox qəşəng idi. Hər birinizi belə gözəl yerlərdə olmağınızı arzu edərəm inşallah. Gözəl dinləyicilərimiz. Evet. Sağ olun, var olun. Sağ olun.